Değerli izləyicilər, sizi kanalımdan salamlayıram. Xaçapuri hazırlamışam və necə hazırlanmasını sizlərlə bölüşmək istəyirəm. Keçək hazırlama qaydasına. 600 qram unu əvvəlcədən ələkdən keçirmişəm. Bir qaba əlavə edirəm. Daha sonra üzərinə 1 çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı dolu olmayan duz, 1 ədəd yumurta ağlı sarılı, 1 stəkan süd, yarım stəkan su, 200 qramlıq stəkanla, 1 armud stəkanın yarısı qədər də duru yağ əlavə edib xəmiri yoğururam. Xəmiri toparlayandan sonra sonda üzərinə 50 qram kərə yağı da əlavə edib yenidən yoğururam. Yağı xəmirə yedirdənə qədər, dəyərli xanımlar, xəmiri nə qədər çox yoğursanız, bir o qədər xəmiriniz keyfiyyətli alınacaq, daha tez mayalanacaq, bişirdiyiniz hər nə varsa yüngül alınacaq, çox gözəl alınacaq. Odur ki, xəmiri bazardıqca çox yoğurun. Xəmir mayalanana qədər içli hazırlayıram. 200 qram kəsmik, 200 qram pendir, 50 qram kərə yağı, 1 ədəd dağlı sarılı yumurta. Bunları da qarışdırıb bir kənara qoyuram. Xəmirimiz mayalandı. Gördüyünüz kimi həcmi artıb. Kündələrə ayırıram. Mən burada 8 kündə hazırladım. Siz istəsəniz 6 kündə də hazırlaya bilərsiniz. Lakin 6 kündə olanda xaçapurilər biraz çox böyük alınır. Elə məncə 8 kündə çox gözəl sayın qədəridir ki, 8 kündə olsun. Kündələdikdən sonra yenidən kündələri gözləyirəm ki, biraz özünə gəlsin. Yenə də görürsünüz ki, özünə gəlib həcmi artıb. Demək ki, hazırdır yaymağa. Bir-bir yuxaları, kündələri yayıb yuxanı açıram. Deməli, hər yuxanı ayrı-ayrılıqda yağlayacağam. Bacardıqca yuxanı nazik yaysanız bir o qədər yaxşı. Yuxanı yaydıqdan sonra ərinmiş kərə yağı ilə yağlayıram. Bizim burada 250 qram kərə yağımız var, əridilmiş. Yuxanı yağlayıram və gördüyünüz formada qatlayıb, hər qatına yenidən yağ çəkib, yenə qatlayıram və yağlayıb 4 hissəyə qatlayıb 4 künc forma verirəm. Dəyərli xanımlar, yenidən yağlayıb qatlama formasını sizlərə göstərmək istəyirəm ki, daha dəqiq biləsiniz. Bax, bu qaydada yağladım. Daha sonra yuxanın alt və üst tərəfindən bu formada qatlayıb, yağlayıb, yenidən qat hissələrini üst-üstə gəldim və böyük hissədən demək 4 qat üz-üzə qatlayıb, yenidən həmən qatları üz-üzə qatlayıb 4 künc forma verdim. Bütün yuxaları eyni qayda ilə yaydım, yağladım və yenidən biraz gözlədirəm ki, yağ çox isti idi, burada yağlamışdım. Yuxa çox yumşaq oldu yağa görə. Ona görə biraz gözləyirəm ki, yağı hardasa donma kimi olsun ki, rahat bu formada yaya bilim. Gözlətdikdən sonra biraz yağı bərkiyir və oxlov vasitəsilə açıram yuxanı. Yağlanmış yuxanı unsuz açıram və içliyi qoyuram. 2 xörək qaşığı içliyi qoymuşam. Mən burada evdəkilər içliyi çox istədi deyə içliyini çox qoydum. Siz istəsəniz az da qoya bilərsiniz. Mən burada 2 dolu xörək qaşığı içliyi yığmışam və məktub formasında bükürəm. Bax, bu qaydada yenə unsuz yayıram. İçliyini yığıram və kənarlarını birləşdirib 4 künc forma, məktub formasında deməli birləşdirib listə yığıram. Toplam burada mən 400 qram içlikdən istifadə eləmişəm, kəsmiklə pendirdən. Siz deməli əgər içliyi biraz az qoyarsınızsa 300 qram sizə bəs eləyər. İndi kəsmiklə pendirin qarışığına söhbət gedir. Tam hazır edildikdən sonra üzərinə 1 ədəd yumurta sarısı və süd qarışdırıb üzərinə çəkirəm. Süd olmasa da problem deyil, duru yağ da qata bilərsiniz. Xaçapurilərin üzərini yumurta üzərlərinə çəkirəm və qara çörək otu və yaxud istəsəniz küncüt də üzərinə səpə bilərsiniz. Əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada alt üst qızarana qədər bişirirəm. Mən burada dəqiqə demirəm neçə dəqiqəyə bişir. Yəni hər kəsin öz sobasını, dilini bilir. Belə deyək, qoğalı hansı dərəcədə bişirirsiniz, neçə dəqiqəyə bişir. Yəni dəqiqə yox, alt üst qızarana qədər bişirsəniz, yəni bilinir ki, hazır oldu. Çox gözəl, yüngül, xəmiri də o qədər kövrəkdir ki, inanın ələ götürəndə dağılırdı.
xaçapurilər alındı. Gözəl xaçapurilər alındı həqiqətən. İnanın ki, ətri evi bürüyüb. Kəşke buradan yenə deyirəm, ətrini sizə ötürə bilərdim. Yəni çay yağından hazırlanmış xaçapuri çox dadlı, çox ləzzətlidir. İnşallah siz bu qaydada hazırlasanız, eynən bu qayda bu reseptlə hazırlasanız çox bəyənəcəksiniz. Elə də əziyyətli bir iş deyil. Xırçıltılı, yumuşaq, yəni üzü xırçıltılı, özü içərisi yumuşaq xaçapuri alınıb, çox da ləzzətli alınıb. Əgər bəyəndinizsə, bəyənmə düyməsinə toxunmağı unutmayın. Dəyərli xanımlar, yenə qeyd edeyim ki, mən burada içlikdən çox istifadə eləmişəm. Siz içliyə az istifadə eləyə bilərsiniz. Göz haqqınızı halal edin. Sağ olun.